Salam əziz izləyicilər, bugün sizə göy qutabı təqdim eləyəcəm. Burada qızım yaymağa çalışır. Deməli, bunun üçün öncədən xəmir qatılır. Sadə xəmir formasıdır. Un, su, duz bu formada, yəni o sizin göyərtinizin həcminə asılı olaraq miqdarını elə təyin edirsiniz. Daha sonra isə çox gözlətmədən kündələrə ayrılır və kiçik kündələr şəklində, yenə də o sizdən asılı olan bir şeydir. Yəni əgər qabınız, bişirəcəyiniz tavanız böyükdürsə, böyük kündələr şəklində də eləyə bilərsiniz. Yox, əgər kiçikdirsə, bu ölçü kifayətdir. Altına, üstünə un səpilərək normal ölçüdə yayılır. Qalınlığını istədiyiniz qədər eləyə bilərsiniz. Biz adətən nazik sevirik, ona görə nazik formada edirik və içərisinin göyərtiləri isə zövqünüzə uyğun olan bütün göyərtilərdən istifadə oluna bilər. Hamısından olsa daha dadlı olur və ətirli olur. Biz bişirərkən içərisinə zeytun yağı da əlavə edirik. Bunda deməli göyərtilər daha yumşaq və daha dadlı olur. Belə altı üst bağlayandan sonra isə üzərindən sıxırıq. Elə olduqda daha yaxşı bişir və öncədən qızdırılmış tavada o üz bu üz bişiririk.